Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, tənqidçi, estis, şair Əsəd Cahangirə verilməsin. Buyurun Əsəd. Hörmətli məclis iştirakçıları, sizi Azərbaycan tarixi, ədəbiyyatı və incəsənətinin ən gözəl nümunələrinin toplandığı bu əlamətdar məkanda, Respublikanın ən böyük mədəniyyət və incəsənət mərkəzlərindən birində, əlamətdar bir hadisə münasibəti ilə, yəni tanınmış ədəbiyyatşünas alim, Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun professoru, çox hörmətli Sadiq xanım Şərifovanın yeni monoqrafiyasının təqdimatı münasibəti ilə salamlamaqdan hədsiz məmnunluq duyuram. Və yadıma düşür, 5 il təxminən bundan öncə biz hər gün necə həyəcanla gözləyirdik Prezidentimizin yeni bir zəfər müjdəsi ilə bizi salamlayacağını ekrandan. Hər gün cəhbədən gələn xəbərlər, kədərli xəbərlər, sevindirici xəbərlər və o ağır günlər, həm də zəfərlə dolu günlər artıq 5 illik tarixə qovuşuldu. Amma o günlərin acılı, şirinli xatirələri, duyğuları bizim qəlbimizdə yaşayır və əbədi yaşayacaq. O günlər Azərbaycan tarixinə, Azərbaycan milli qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Və çox xoşdur ki, bu əlamətdar qəhrəmanlıq salnamasını yaradanların böyük əksəriyyəti bugün həmin zalda əyləşirdi. İstəyir öz qılıncı ilə, istəyir öz qələmi ilə bu qələbənin qazanılmasında iştirak edən şəxslər. Bugün qılınc və qələmin qovuşduğu bir gündür. Bugün Nizaminin günüdür. Bugün Füzulinin günüdür, Vaqifin günüdür, Natəvanın günüdür. Bugün bizim tariximizin və ədəbiyyatımızın ən şanlı isimlərinin sevinç dolu bir günüdür. Həm də bu sevincə bir kədərlə qarışır. Biz şəhidlər verib bu zəfəri qazanmışıq. Amma ən böyük bir təsəllimiz var. Onlar vətən uğrunda canlarını qurban verirlər. Zəfər qurbansız olmur. Və çox sağ olsun bizim şairlərimiz, alimlərimiz, ədəbiyyat adamlarımız, jurnalistlərimiz, qələm adamlarımız bu zəfər dolu günləri, bu ağrı, acılı anları tarixin yaddaşında əbədiləşdirirlər. Bu şəxslər arasında təbiidir ki, Sadiq xanım Şərifovanın özəl bir yeri var. Mən onun yeni təqdim olunan kitabı haqqında danışmazdan öncə kitabı sizə təqdim etmək istəyirəm. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən əsərlərin janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili. Salidə xanım Akademiyanın Ədəbiyyat İnstitutunun alimləri içərisində özünə məxsus mövqeyi, özünə məxsus alim imici olan, həqiqi alim imici olan çox fədakar, savadlı və obyektiv ədəbiyyatşünaslardan biridir. Hər ədəbiyyatşünas, ədəbiyyatla məşğul olan adam mənimlə gəlir ki, hər elmi dərəcəsi olan adam alim sözünü şərti olaraq daşıyır. Çünki alim üçün ən vacibi vicdandır, obyektivlikdir. Şəxsi münasibətindən, dostluq və yaxud da soyuq münasibətindən, simpatiya və antipatiyasından asılı olmayaraq haqqında yazdığı şəxslərə obyektiv yanaşmağı bacarmaq. Bu olduqca çətin bir işdir. Çünki biz insanıq, bizim emosiyalarımız var. Amma çox sevindiricidir ki, Akademiyamızın Ədəbiyyat İnstitutunun və ümumiyyətcə cəmiyyətimizin ədəbiyyatşünaslıq elmi ilə məşğul olan şəxslər arasında dünya, Avropa standartlarına uyğun gələn alim imicinə malik qələm adamlarımız var. Bizim alimlərimiz, professorlarımız, elmlər doktorlarımız və onların sırasında bəziləri bugün zalda əyləşiblər. Mənim əziz, çox hörmətli, demək olarsa, əgər mən bunu belə deməyə haqqım çatırsa, həmkarım, ədəbiyyatşünas, alim, Asif müəllim Rüstəmli əyləşib bizim məclisimizdə. Eyni dərəcədə
alim obyektivliyinə malik bir şəxsdir. İbrahim müəllim əyləşib, bizim hamımızın əzimiz, gözəl alimimiz, Müşfiq müəllim əyləşib və qeyri alimlərimiz Gülxani xanım əyləşibdir, Mərzə xanım Nəcəboğlu, qeyriləri. Burada bizim yazıçılarımız əyləşiblər. Mən bir adlarını çəkmirəm, çünki çoxdurlar, ehtiyat edirəm ki, birinin adını çəkib, o birini çəkməsəm, inciyə bilərlər. Amma hamısı bu məclisə təşrif buyurduqlarına görə əzizdirlər. Buyurmasaydılar da əziz olardılar. Çoxlu insanlar var ki, yağışa görə, xəstə olduqlarına görə, yollardakı problemlərlə bağlı bu məclisə təşrif buyura bilmədilər. Bizim çox hörmətli yazıçımız, Qarabağ haqqında çox sayılı romanların müəllifi və Milli Məclisin deputatı Adil müəllimimizə zəng elədi və səhhəti ilə bağlı gələ bilmədiyi üçün hədsiz təəssüfünü bildirdi və tədbirimizə uğurlar arzuladı. İndi mən bu kitab haqqında danışmaq istəyirəm. Salidə xanımın fədakarlığı, Salidə xanımın obyektivliyi, zəhmətkeşliyi, məhsuldarlığı məni heyrətləndirir həmişə. Çünki o həmişə dövrün, zamanın qarşıya çıxardığı ən aktual problemlərə elmi rakursdan münasibət ifadə etməyi çox çevikliklə, obyektivliklə və həm də böyük bir elmi arsenalla münasibət bildirməyi bacarardır ədəbiyyatşünas alimdir. Məsələn, bizim tutaq ki, ədəbiyyatımızda yeni bir meyl yarandı, təxminən 20 il bundan öncə postmodernizmlə bağlı və biz məqalələr yazdıq o barədə, tərcümələr elədik, amma fundamental monoqrafik münasibəti Salidə xanım ifadə elədik. Məncə Azərbaycanda postmodernizm haqqında ilk elmi monoqrafiyanın müəllifi oldu. Və yaxud da Azərbaycan müstəqillik dövrü ədəbiyyatının müxtəlif janrları üzrə çoxsaylı kitabların, saysız hesabsız məqalələrin müəllifidir. Belə aktual mövzulardan biri də təbiidir ki, Qarabağ mövzusudur, ədəbiyyatımızda Qarabağ. Biz çox yazmışıq. Burada əyləşənlərin içərisində bu mövzuya toxunmayan, istəyir şairiyyatçı olsun, istəyir alim olsun, insan yoxdur, inanmıram olan. İstəyir jurnalist olsun. Amma monoqrafik tədqiqat səviyyəsində bütün spektrləri ilə mövzunu əhatə etmək baxımından mənə elə gəlir ki, bu Azərbaycan ədəbiyyatşünaslığında ilk belə işdir ki, burada həm publisistika var, həm poeziya var, həm nəsr var, həm senaristika və dramaturgiya var. Yəni, ədəbiyyatşünaslığın bütün sahələrini bir kül halında bu kitab özündə əks etdirir. Və hər bir sahə üzrə fəaliyyət göstərən ayrı-ayrı şəxslərin, qələm adamlarının fəaliyyəti əksərən burada əks olunubdur. İkinci bir tərəfdən, bu kitabda sadəcə 44 günlük zəfər yox, birinci Qarabağ müharibəsi belə deyək də, 90-cı illərin hadisələri ilə bağlı yaranan ədəbiyyat nümunələrinin də analizi var. Və ən maraqlı cəhətlərdən biri ondan ibarətdir ki, çox hörmətli Salidə xanım burada sadəcə bir ədəbiyyatşünas işi görməklə qalmayaraq biraz da tarixçilik edirdi. Və hətta o, mən deyərdim ki, tariximizi, son 30 illik tariximizi məsələn 3 dövrə bölür və birinci Qarabağ müharibəsi dövrü, 44 günlük zəfər dövrü və bu ikisinin arasında əlaqələndirici həlqə kimi aprel hadisələri, 2016-cı ilin aprel hadisələri və buna uyğun olaraq da öz deməli, ədəbiyyatşünas münasibətini bədii mətnlərə, publisist mətnlərə ifadə edir. Aristotel deyirdi ki, ədəbiyyat tarixi onun özündən daha dolğun əks etdirir. Doğrudan da heç bir, belə deyək, biz tarix kitabından, hər hansı bir şeirdən, poemadan, senaridən, filmdən, mahnıdan aldığımız emosional effekti ala bilmərik. O bizim yaddaşımıza bədii mətn qədər güclü təsir edə bilmir. Çünki elmi fikir, belə deyək də, hər hansı bir tarix kitabında hadisə nəql olunursa, bu beyinə təsir edir, yaddaşa təsir edir. Amma ədəbiyyat ürəyə təsir edir, ruha təsir edir, daha dərin, həssas nöqtələrə təsir edir və yaddaşda bəzən aylarla, bəzən illərlə, bəzən də ömrü boyu silinməyən izlər qalır. Bədii ədəbiyyatın təsir gücü bu mənada beynəlxalq aləmdə də daha güclüdür. Bəlkə də bütün tarixçilər yığışıb Azərbaycan həqiqətini təsdiq edən bir kitab yazsalar, onun təsiri yaxşı bir romanın, Azərbaycan həqiqətini, Azərbaycan insan həqiqətini əks etdirən yaxşı bir romanın, yaxşı bir şeirin inandırdığı qədər dünya insanını bizim həqiqətimizə inandıra bilməz.
Bugün ədəbiyyatın dili əslində, bədii ədəbiyyatın sözü daha ciddidir, daha təsirlidir və ədəbiyyat heç vaxt müharibəni təbliğ eləmir, ədəbiyyat sülhü təbliğ edir, barışı təbliğ edir. Amma yeri gələndə şairlərimiz öz qələmlərini süngə çevirirlər. Səməd Vurğunun bizim klassik şairimizin dili ilə desək. Və istənilən bir halda ədəbiyyatın missiyası, tarixin, zamanın xalq qarşısında, insanlıq qarşısında, Tanrı qarşısında qarşıya çıxardığı problemlərə cavab verməkdən ibarətdir. Və mən elə gəlir ki, bugün bu zarda əyləşənlərin olduqca böyük əksəriyyəti bu zamanın qarşıya çıxardığı bu suallara cavab vermək cəhdini öz zərbələrində hiss edirlər. Onların, bax, sizin bugün bu məclisə gəlməyinizlə yollarındakı problemlərə baxmayaraq, hava şəraitinin pisliyinə baxmayaraq, bu məkanın ədəbi bədii tədbirlər üçün o qədər də, belə deyək də, populyar bir məkan olmamasına baxmayaraq, bura gəlməyiniz öz artıq sizin öz vətəndaşlıq borcunuzu nə qədər dərindən dərk etməyinizin daha bir konkret ifadəsidir və buna görə bu tədbirin aparıcısı kimi mən sizə öz minnətdarlığını bildirmək istəyirəm. Kitaba bizim çox görkəmli ədəbiyyatşünasımız, Azərbaycan Milli Elmi Akademiyasının prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, milli ədəbiyyatşünaslıq elmimizin bugün bayraqdarlarından biri olan İsa müəllim Həbib bəyli çox geniş, əhatəli bir ön söz yazıbdır. Mən İsa müəllim burada təəssüf ki, üzürlü səbəblərdən iştirak edə bilmir, təəssüfünü bildirir o da. Amma mən istəyərdim ki, akademiyanın əməkdaşları İsa müəllimi görəndə bir Azərbaycan ədəbiyyatının nümayəndəsi və oxucusu kimi ona öz minnətdarlığını mənim çatdırsınlar ki, o bu qədər işinin çoxluğuna, onun demək olar ki, iş qrafiki çox, mən bilirəm ki, yüksək təzyiq altında olan bir qrafikdir, preslənmiş bir qrafikdir. Amma buna baxmayaraq, onun çoxlu sayda kitablara yazdığı ön sözlər, özünün şəxsi elmi yaradıcılığı, çox saylı tədbirlərin aparıcılığı, təşkilatçılığı və İsa müəllim, belə deyək, Ədəbiyyat Üniversitetinə gələndən sonra təxminən 10 il bundan əvvəl, Ədəbiyyat Üniversitetində tamamilə yeni bir atma yaradı, bir canlanma yaradı. Və bugün çox mən sevinirəm və həm də fəxr edirəm ki, bizim çox hörmətli Sadə xanımın kitabına da İsa müəllim ön söz yazır. Və İsa müəllimin yazdığı ön söz artıq bu monoqrafiyanın elmi dəyərini, aktual əhəmiyyətini və digər bütün müsbət keyfiyyətlərinin bir növ elə kitabı açan kimi gözə çarpan bir təsdiqindən ibarətdir. Çox əziz və çox hörmətli Sadə xanım, mən burada əyləşənlərin hamısının adından yeni kitabınızın işıq üzü görməsi münasibəti ilə sizi ürəkdən təbrik edirəm. Sizə uzun ömür, yeni yaradıcılıq uğurları arzulayıram. Və inanıram ki, indiyənə qədər qazandığınız bu obyektiv, savadlı, aktuallıqla hadisələrə reaksiya edilməyi bacaran, sözün həqqi mənasında böyük hərflərlə yazılan alim imicinizi həmişə qoruyub saxlayacaq və bundan sonra da uzun illər ədəbiyyatşünaslıq elimizə bu keyfiyyətlə, bu sədaqətlə və bu fədakarlıqla xidmət edəcəksiniz. Çox sağ olun. Gəlin, Sadə xanımı ürəkdən almışlar. Mən böyük məmnuniyyətlə sözü bizim çox görkəmli, müasir ədəbiyyatımızın çox görkəmli simalarından biri, demək olar ki, ona biz canlı klassikimiz deyə bilərik, Sabir Hüsamxallıya vermək istəyirəm. Amma Sabir müəllim ilk cümləsini fikirləşənə qədər icazənizlə mən onun çox sevdiyim şeirlərindən birinin bir neçə misrasını xatırlatmaq istəyirəm. Biz bu tədbirdə hər şeydən öncə, bax, indi mən danışdığımı və siz məni dinlədiyinizə görə, bu kitabı Sadə xanım yazdığına görə, biz ümumiyyətcə yaza bilməyimizə və danışa bilməyimizə görə öz ana dilimizə borçluyuq. Və Sabir müəllim, hələ Sovet hakimiyyətinin qılıncının dalında, qabağı da kəsdiyi bir vaxtda, komünizmin tüğyan elədiyi, başların kəsilib, qanların töküldüyü bir vaxtda fədakarcasına yazırdı. Döyüşdə qılınc da sırıldığından, başımın üstündə bayrağım oldu. Torpağım ikiyə bölünən zaman bu dil bölünməyən torpağım oldu. Üstünə yürüdü Quran dilləri, Peyğəmbər dilləri, qanun dilləri. Qapılar dalında qoydular səni, haqq dedin, dabandan soydular səni. Ancaq məhv olmadın, ana, can dedin, ordular sarsıdan qəhrəman dedin.